make me think of it like you came with a defense. You talk to me dirty, I'm talking back like a replay. Salam dostlar, necəsiniz? Yaxşısınız inşallah. Bu günləri Burqazadaya gəlmişəm. Burqazadadan kiçik bir vlog çəkmək istəyirəm. Həm gəzim özümdə, həm də sizlərə buraları göstərmək istəyirəm. Türk abunəçilərimə demək istəyirəm ki, bugünkü vlogumuz Azərbaycanca olacaq. İstəsəniz baxarsınız siz də. Burqazada'ya ilk girdiğinizde burada Sait Faik Abbasyan'ın heykelini göreceksiniz. İskelenin önünde demiş hemen. Sait Faik Abbasyan'ın Burqazada'da yaşadığı için heykelini buraya koyublar. Üniversitenin birinci sınıfında Türk Dil Edebiyat dersinden bunun həyatını keçmişdik biz. Bir tane balık hakkında hikayesi var idi. O balık hakkında hikayeler çoktu ümumiyyətlə. Deniz hakkında, balık hakkında hikayeler çoktu. Bir balık hikayesini okumuştum. Güzel hikayesi var idi. Adı yadımdan çıxıb, yadıma sala bilmirəm. Ama internetten araştırsanız var. Başlayaq biraz Burqazada'dan gezmeye. Orada güzel bir mescid var. Tarihi mesciddir. Arka tərəfdə də bir tarihi bir kilsə olmalıdır. Buradan görsənmir ama gözəl bir kilsədir. Mimarisi gözəldir. Ümumiyyətlə Burqazada'nı sevirəm mən. Burqazada'nın mimarisi, köhnə ahşap evləri falan. Hamısı çok gözəldir. Biraz gezək, gördüğüm maraqlı şeylerden sizlere de göstereceğim. Sonra bir yerde oturarıq, söhbət eləyərik, dərdləşərik, elənçinlə. Çoxdan da onsuz şey gəlmir. Söhbət videoları gəlmir. Belki farklı bir şey olar. Burada durak var. Bu duraktan bilmem hara aparırlar. Ama herhalde yeri gezeriz biz. Az önce uzaktan gösterdiğim cami budur, mescid. Kınalı Adadır o taraf. Buradan suyun dibi görsənir. Yoksa bir 50 metre hündürlükteyim değil mi? Suyun dibi çok güzel görsənir. Maşallah. Maşallah. Orada İstanbul'du, Bilir İstanbul. Burada da tam bir tarihi kilise var. Ama hal-hazırda mən bilən fəaliyyət göstərmir. Qapısı bağlı. Ama kilsenin mənzərəsi çox qəşəngdir maşallah. Qabağına ne yazılır? 1728-ci ildə tikilib bu kilsə. Sabahdan ətrafa baxıram, gəzirəm.
Həqiqətən də adanın bələdiyyəsi adaya yaxşı baxır. Kirli deyil heç. Hər tərəf çox təmiz. İstanbulu gezənlər, görənlər bilir, İstanbul təmizliyə o kadar da riayət edilmir. Bələdiyyə də yetişdirə bilmir. Bilmirəm, buranın gələn qonaqlardır, misafirlərdir. Adanın təmizliyinə riayət edirlər. Həm də bələdiyyə də təmizliyə çox yaxşı baxır. Hər tərəf tərtəmizdir. Gül kimidir maşallah. İndi buradan bir cığır var. Cığırla sahilə enmək istəyirəm. Adanın arxa tərəfinə gəldim. Cığırla sahilə enmək istəyirəm. Belki görürsünüz buradan sahili. Maşallah, sübhanallah. Çok güzel manzarası var. Orada sahilde çimenler falan var. Denizde yüzenler var. Ama yol biraz tehlikelidir. İnşallah ki bugün Kamil'in işi vardı. Bilirsiniz, benim halam oğlu var. Kamil. Mr. Kamil. Geleceğim Mr. Bitsi. Onunla çok vaxt videolar çəkirəm. Ama Kamil'in bugün işleri olduğuna göre Kamil gələ bilmədi. Mecbur tek geldim ben. Ama ilerideki bölümlerde havalar biraz da isinsin Allah'ın izniyle. Podcast çekmek istedim. Bu sahilde gelip bu sahilde sandalyelerimizi koyup maraqlı söhbətlər eləyə bilərik Kamil'lə. İstəyirsinizsə eğer komentlere yazın. Bu arada komentlere çok az mesaj, yorumlar gelir, komentler gelir. Beğenmelerim de azdı, izlenmelerim de azdı. Sizden kısaca xahişim oldu ki videolarımı beğenin. Beğendikten sonra paylaşın ve yorum yazın ki daha çok insanlara ulaşım. Az kalsın yıkılmıştım. Ama su biraz şeydi. Ön tarafı yosunluydu. Biraz da deniz anası var burada. Ona göre bence girmeye değmez buradan denize. Girmək için denize ben en çok Kınalı Adanı sevirəm. Kınalı Adanın arka tarafında yosun yoktu. Deniz anası da o kadar çok değil, azdı. Ama burada manzarası çok geçerli. Başıma gelir oralar. Yine salam dostlar. İndi de güzel bir manzaralı kafe tapdım. Dedim burada bir kahve içecek. Normalde ben videolarımdan bilərsiniz belki. Ya Americano ya filtre kahve sevirəm. Türk kahvesi hiç sevmirəm. Burada Türk kahvesinden başka içen yok idi. Ona göre Türk kahvesi aldım. Geldim burada biraz oturum. Biraz dertleşək, söhbət eləyək. Az önce size sahili gösterdim. Bence orada üzme için o kadar da elverişli değil. Yosunlar çok var orada. Ve bu ben olduğum yer dediğimde burada belki görürsünüz arkamdan yosunlar var. Burgazada da bence üzülmez. Üzme için o kadar da elverişli değil ama Kınalıada'ya İstanbul'da olup da adalarda üzme isteyenler varsa Kınalıadanı məsləhət görürəm. Ben de yazın Kınalıada'ya gedirəm çox vaxt. Ama uzak olduğu için, evime uzak olduğu için bazen de Bostancı zat tərəfdə təmiz yerler var, qayalıq var,
bildiyim yerler var. Oralarda üzürəm. Heç adalara gəlməm. Çünki adalara gəlmək, getmək gəmidə ilə insan yorulur. Ona görə gəlmirəm. Bismillah eləyək. Çoxları fikirləşir ki, mən tanıyanlar bilir onsuz mən İstanbulda nə işlə məşğulam, nə edirəm. Bilməyənlər üçün də deyim. E, İstanbulda universitet oxuyuram mən. Beykoz Universitetini oxuyuram. Allah'ın izniyle bu il 3-cü sənəni bitirirəm. Gələn inşallah 4-cü sinif məzun oluram. 28 yaşım var. Biraz üniversiteye 25 yaşımda girmişəm. Gec girdim. Əvvəlcədən Azərbaycanda kollec oxudum. Kolleci bitirdikdən sonra əskəriyə getdim, gəldim. Əskərlikdən sonra gəldim, bir müddət Azərbaycanda işlədim. Tikinti sektorunda işləyirdim. Sonra elə oldu ki, Türkiye'ye gələsi oldum. Türkiye'de gəldim yerdə ofisiantlıq elədim. Sonra üniversiteye girdim. Kollec diplomlarına sözün düzü Türkiye denklik vermir. Şimdi atestatla gəlib oxuyanlar bilir. Denkliği alırsan, denklikten sonra Türkiye'deki özel üniversitelerden birine girirsən. Ama kollec diplomlarına Bakıda vermirlər denkliği. Denkliği necə aldım mən? Denkliği almaq üçün də ikametgahın olmalıdır. İkametgah olmaq üçün də yaşamaq lazımdır. Elə oldu ki, mən burada bir il yaşadım. İkametgahımı zadımı aldım. İkametgah alandan sonra bəzi sənədlər var. O sənədləri topladım. İstanbul'dan aldım denkliğimi. Bakıdan almaq mümkün değil, vermirlər. Denkliğimi İstanbul'dan aldım. Sonra üniversitede qəbul oldum. Bu il inşallah 3-cü sənəni bitirirəm. Gələn 4-cü sinif. Allah'ın izniyle 4-cü sinifdə bitirək. Məzun olaq. Allah güzel bir yerden inşallah qapı açar bizə. Amin inşallah ablam benim. Beykoz Üniversitetində oxuyuram. İstanbul'un Beykoz ilçəsində yerləşir. Beykoz'u çox adam şeylə tanıyır. Medipol Üniversiteti ilə tanıyır. Bir də Alman Türk Üniversiteti var. Bir de bizim üniversitet var. Beykoz Üniversiteti. Beykoz güzel yeri. Sevirəm. Üniversitetimi de sevirəm. Üniversitet de güzel üniversitetdir. İşletme fakültesinde oxuyuram. Kamil de, bu arada Kamil de bizim üniversitede oxuyur. Kamil de bizim üniversitede düzgoş elədim. O da e-ticaret pazarlama bölümünde oxuyur. İnşallah gələn bölümlərdə bəlkə Kamil də üniversitet haqqında danışmaq istəsə danışar. Üniversitetdə niyə video çəkmirəm? Üniversitet qrup yoldaşlarım sözümüzü sıxılırlar. Üniversitede video çəkmə zat deyirlər. Onları çəkmək istəyirəm. Biraz da deyim, özüm sıxılıram, utanıram. Üniversitede demək olar ki, 3-cü qrup kursam da. Üniversitede çox adam məni tanıyır, müəllimlər də tanıyır, tələbələr də tanıyır. Əlimə kamera alıb gəzmək istəmirəm. Biraz utanıram sözünüzü, o yüzden çəkmirəm. Grup yoldaşlarıma adına deyirəm ki, elə bil ki, üniversitetin bağını tapmışam. Qohum əqrabanın hamısını inşallah yığacam bu üniversitede. Elənçinə. Əslində Kamil də üniversitet oxumaq istəyirdi. Üniversitet axtarışındaydı. Rayon deyək də, rayonlarında birində oxumaq istəyirdi. Mən də dedim ki, rayonlarda olan təhsillə, şəraitlə, ümumi baxanda İstanbul Türkiyənin ən böyük şəhəridir də. Ən inkişaf eləmiş şəhəridir. Necə deyim? Hər tərəfli şəhərdir də. Yəni ki, rayon, hər hansı bir rayonda alacağın təhsillə, nə bilim, tələbəçiliklə İstanbul biri olmayacaq. İstanbul olması daha yaxşıdır. Artı da ki, başqa universitetləri bilmirəm də. Mən öz oxuduğum universiteti bilirəm. Mənim yanıma gəlib universitet oxusan, mənim universitetimdə daha yaxşı olar. Bir türlü Kamillə video çəkə bilmirik. Sözün düzü, dərsdən sonra ikimiz də işləyirik. Part-time restoranda işləyirik. Vaxt tapa bilmirik bir araya gəlib video çəkməyə. Məsəl üçün, keçən dəfə halı sahaya getdik. Kamil də gəldi bizlə. Grup yoldaşlarımın halı sahayla Kamil də çağırdıq. Kamil o gün işdən icazə aldı, gəldi. Qoş eləyə bilmirik. Amma çalışacağım. İlk videomuzda bilirsiniz Kamillə paylaşmırıq. Kamillə çox videolar paylaşmağa çalışacağım.
Olmayanda da olmur da, niye? İstanbul'un bir də o şeyini sevirəm ki, hər tərəfdə alça ağacı var da. Şəhərin içində də alça ağacları var. Şəhərin dışında da alça ağacları var. Məsələn, adamı gəzirəm sabahdan, oradan buradan alça yeyə gəlirəm. Bir də Azərbaycanda meyvə var, bilirsiniz bəlkə. Adı nə idi? Yapon əzgili. Bizim kənddə, bizim bağımızda var sözümüzü. Kəndimizdə biz onun yapon əzgili deyirik. Hər halda Azərbaycanın bütün bölgələrində olur. Sarı olur, turşməzdə ekşi meyvə olur. Böyük-böyük də tumları olur. Ona yapon əzgili deyirik biz. İstanbulun hər tərəfində bəlkə o ağacdan görə bilərsiniz də. Ona görə məsələn Azərbaycanda biraz əl çatılmaz da. İstanbulda hər tərəfdə var da. Abi alça ağacıdır. Bir də yapon əzgili. Türklər ona şey deyirlər. Yeni dünya deyirlər. Yeni dünya meyvəsi. Zeynep, bu meyvenin adı neydi abla? Yeni dünya. Hər yerdə var. Dərib yeyə bilərsiniz. Yəni istədiyiniz qədər. Amma bu arada da mənzərə çox qəşəngdir. Mənzərənin keyfini çıxartmağa çalışıram. Hava da qəşəngdir. Məncə hələlik videonu yekunlaşdıraq. Bura qədər baxmısınızsa, izləmisinizsə, bir like, bir abunə olmaq xahiş edirəm sizdən. Videolarımı bəyənin, abunə olun ki, hər təzə video atdığımda qarşınıza çıxsın. Bir də paylaşın ki, daha çox insana ulaşım. Ailəmiz böyüsün ki, mən də həvəsləndim, gözəl videolar çəkim. Sağ olun, özünüzə yaxşı baxın. Gələn görüşlərə dək.